Salam əziz izləyicilər, riyaziyyat sevərlər, tələbələr, şagirdlər. Bugün riyaziyyat sevərlər üçün 29-cu mühazirəmizi keçəcəm və burada müxtəlif tipli, maraqlı məsələlər həll edəcəyik. Məsələ 1. Mingəçevir dənizinin ən uzun, ən enli və ən dərin yerinin ölçüləri 75/20/40-3 nisbəti kimidir. Dənizin ən uzun yeri isə ən enli yerindən 55 kilometr artıqdır. Mingəçevir dənizinin ən uzun, ən enli və ən dərin yeri nə qədərdir? Həlli. Əvvəlcə verilən nisbəti yazaq. 75/20/40-3. Və bir burada təyin edək. Bu nisbətin birinci həddi 75. Birinci tabaq, birinci hədd, ikinci həddən neçə vahid artıqdır? 75 çarx 20, bu da bərabərdir 55 vahid artıqdır. İkinci tapaq, məsələdə deyilir ki, dənizin ən uzun yeri isə ən enli yerindən 55 kilometr artıqdır. Ən uzun yeri göstərən 75'dir. Bu da ən dərin yerini isə, ən enli yerini isə 20'dir. Onda buradan görünür ki, bizdə 55 metr, 55 vahid olduqda o 55 kilometrlə təyin olunur. Yəni 55 kilometri bölüb 55'ə hər nisbətin, verilən nisbətin hər vahidinin uzunluğunu tapırıq. Bu deyil 1 kilometr. Və üçüncü tapırıq. Birinci ən uzun yeri dənizin 75 vahiddən təyin olduğundan 1 kilometri vururuq 75'ə və dənizin ən uzun yerinin uzunluğu 75 kilometr tapırıq. Dördüncü, dənizin ən enli yerini təyin edən 20'dir. Hər vahidin də uzunluğu 1 kilometr olduğundan 1 kilometr vuraq 20 bərabərdir 20 kilometr alırıq. Və 5-ci təyin edir dənizin ən dərin yerini. Ən dərin yerini 40'da 3 təyin edir. 1 kilometri vururuq 40'da 3'ə. Bu da bərabər 1 kilometri çevirirəm metrə 1000 metr. Vurulsun 40'da 3. Və bu bərabərdir 40'a hesab eləyəndə 1000'i alır 75 vuraq 3. 25 vuraq 3. Bu da bərabərdir 75 metr. Deməli, beləliklə dənizin ən uzun yeri 75 kilometr, dənizin ən enli yeri 20 kilometr, dənizin ən dərin yeri 75 metrə bərabər.